2026-cı ilin ilk günlərində yer kürəsində kiçik maqnit qasırğası başlayıb və prosesin yanvar ayında davam edəcəyi gözlənilir. Bugün TV Union.net istinadən xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidmətindən məlumat verilib. Xəbərdə bildirilir ki, 2 və 3 yanvar tarixlərində planetimiz dekabrın 31-də Günəşdə baş verən tac kütləsinin atılmasının təsiri altında qalacaq. Bu, geomaqnit aktivliyinin daha da artmasına səbəb olacaq. Proqnoza görə 2 yanvarda və yaxın günlərdə aktiv və qasırğalı G1 səviyyəli dövrlər gözlənilir. Bundan əlavə, qısa müddətli G3 səviyyəli maqnit qasırğalarının baş verməsi ehtimalı da var. G3 yüksək geomaqnit dalğalanmaları kateqoriyasına aid edilir və güclü günəş plazması emissiyaları səbəbindən yaranır. Belə dövrlərdə maqnit sahəsi dalğalanmaları əhəmiyyətli dərəcədə artır ki, bu da peyk naviqasiyasında, radio rabitəsində və elektrik şəbəkələrində pozuntulara səbəb ola bilər. Yüksək enliklərdə tez-tez parlaq qütb parıltıları müşahidə olunur və hətta bu halın nadir hesab edildiyi bölgələrdə belə görünə bilər. G3 maqnit qasırğaları insanlarda baş ağrısı, güclü yorğunluq və arterial təzyiqinin dəyişməsi kimi sağlamlığın pisləşməsi hallarına səbəb ola bilər. Mütəxəssislər belə günlərdə yüklənməni azaltmağı, daha çox istirahəti və kosmik hava proqnozlarını izləməyi tövsiyə edirlər. Amaliya Söhbət qızı, Bugün TV.